Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkets Global Broker şirkətindən hər birini salamlayıram. Bugün sizinlə günləlik bazar analizini paylaşacağıq. İlk öncə dolar indeksinə nəzər salaq. Bildiyimiz kimi bir öncəki videomuzda da açıqlamışdıq. Dolar indeksinin satış siqnalı əslində 27 mart tarixində yaranmışdı. Belə ki, həmin tarixdə həmin gün üçün birinci dəstək səviyyəsinin qırılması ilə və bazarın həmin səviyyənin üzərində bağlanması ilə bir mənada dolar indeksində satış davam etdi. Lakin 31 mart və 1 aprel tarixlərində dolar indeksi müəyyən range içərisində ticarət olunur və bu gün də böyük ehtimalla müəyyən bir range içərisində ticarət olunur. Çünki nə birinci dəstək səviyyəsini qırır, nə də ki bazar birinci müqavimət səviyyəsini qırmış olur. Bazar bir mənada həmin range içərisində ticarət olunur. Bunun əsas səbəblərindən birisi, hörmətli izləyicilər, dünən Amerikadan açıqlanan ISM istehsalat indeksi idi. Hansı ki bu indeks Amerikada istehsalat səviyyəsini ölçən ən vacib göstəricilərdən birisidir. Və fevral ayında bu göstərici 49,5% idi. Lakin mart ayında gözləntilərin altında olaraq 49% açıqlanmış oldu. Ümumi fonda bildiyimiz kimi Trump'ın əsas siyasətindən birisi istehsalatı Amerikaya geri qaytarmaqdır və bu belə deyək, indeksin 50%-nin altında olması bir mənada istehsalatın hələ də zəif olduğunu göstərir. 50%-nin üzərində olması isə istehsalatın artdığını göstərir. Ümumi fonda isə diqqət etirsə istehsalat artmaq əvəzinə azalıb. Əslində fevral ayı ilə müqayisədə azalıb. Bir digər önəmli faktor, hörmətli izləyicilər, istehsalat qiymət indeksi göstəricisi açıqlanmış oldu. Hansı ki bu göstərici bir mənada istehsalat sektorunda olan qiymətləri ölçür. Yəni belə deyək, əmtəələrin maya dəyərini ölçmüş olur. Bu indeksdə əslində fevral ayı ilə müqayisədə yüksəlib. Belə ki, fevral ayında bu göstərici 62,4% idi. Lakin mart ayında bu göstərici 69,4% olub. Bunun əsas səbəbi təbii ki, tarif siyasətinin neqativ təsiridir. Çünki Amerikanın alüminium, metallara və digər sektorlara tarif tətbiq etməsi bir mənada istehsalatın xərclərini artırmış olur və bu da öz növbəsində inflyasiya neqativ təsir etmiş olur. Yəni bir mənada əslində Trump'ın tarif siyasəti əslində Amerikada istehsalata neqativ təsir etmiş olur və ümumi fonda isə istehsalat qiymət indeksinin yüksəlməsi eyni zamanda inflyasiyada neqativ təsir edən faktordur. Çünki xərclərin artması eyni zamanda qiymətlərin artmasına səbəb olur. Və bütün bundan dolayı da bir mənada dolar indeksində hələlik konkret istiqamət müəyyən etmək də çətinlik yaradır. Çünki bu həftə eyni zamanda Amerikadan əmək bazarı ilə bağlı göstəricilər açıqlanmış olacaq və investorlar bu xəbəri diqqətlə izləyir və gözləyirlər. Çünki Amerikada əgər əmək bazarında neqativ tendensiya olarsa, hansı ki hal-hazırda işsizlik 4,1%-dir və işsizlikdə ümumi işsizlikdə artım olarsa və eyni zamanda non-farm payrolls göstəricisi neqativ açıqlanarsa, bu federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı ehtimallarını gücləndirəcək. Bu da bir mənada dolar indeksində düşüşü sürətləndirə bilər. Ümumi fonda isə, hörmətli izləyicilər, biz qeyd etmişdik ki, dolar indeksində uzun vədədə satış trendinin güclü olacağı proqnoz edilir. Çünki qeyd etdiyimiz kimi, ümumiyyətlə Amerikada iqtisadiyyatı belə deyək, həm borc problemini həll etmək üçün, həm də ümumiyyətlə iqtisadi aktivliyi artırmaq üçün qaçınılmaz olaraq faizin aşağı salınacağı proqnoz edilir və bu da ümumi fonda təbii ki, dolar indeksinə neqativ təsir edəcəkdir. Gün ərzində, hörmətli izləyicilər, əgər bazar nə qədər ki, bugün üçün birinci müqavimət səviyyəsi olan 103,983 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dolar indeksində 27 mart tarixindən başlayan belə deyək, düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi avro-dollar valyuta cütlüyündə də əslində 27 mart tarixində alış siqnalı yaranmışdı. Belə ki, həmin tarixdə birinci müqavimət səviyyəsinin qırılması ilə və bazarın həmin səviyyənin üzərində bağlanması ilə alış siqnalı yaranmış oldu və faktiki olaraq da avro-dollar yüksəldi. Lakin 31 mart və 1 aprel və bu gün də bazar müəyyən mənada range içərisində ticarət olunur. Çünki bazar nə birinci dəstək səviyyəsində, nə də birinci müqavimət səviyyəsində qırıb. Diqqət etirsəniz, 2 gündür, bu gün də 3-cü gün ola bilər ki, bazar müəyyən range içərisində ticarət olunur. Eyni zamanda dünənlərin avrozonada iqtisadi göstəricilər, xüsusilə inflyasiyanın açıqlanması bir mənada bazarda avro ilə bağlı qeyri-müəyyənlik yaratmış olur. Çünki avro yüksəlir, lakin inflyasiya azalır. Belə ki, inflyasiya 2,4% açıqlanmış oldu, hansı ki 2,5% proqnoz edilmişdi. Ümumi fonda isə avrozonada eyni zamanda işsizliklə də bağlı göstəricilər açıqlanmış oldu. İşsizlik hələ də yüksəkdir və 6,1% açıqlanmış olur. Lakin avronu yüksəldən əsas faktor Almaniyanın
belə deyək, dövlət xərcləməklə stimul paketidir. Belə deyək, dövlət xərclərini artırmaqla bağlı olan stimul paketidir və eyni zamanda Avrozonanın, ümumiyyətlə Avropa Birliyi iqtisadiyyatı ilə bağlı borc limitinin artırması ilə bağlı olan belə deyək, yeni yanaşmalardır. Hansı ki, bu da avroya müəyyən mənada dəstək verən əsas faktorlardan birisidir, hörmətli izləyicilər. Gün ərzində əgər avro nə qədər ki, bu gün üçün birinci dəstək səviyyəsi olan 1.07-706 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz avroda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər nailiyyətimiz İngilis funtu və dollar indeksidir. Əslində, İngilis funtunda da 27 mart tarixində alış siqnalı yaranmışdı. Lakin diqqət etirsəniz, font həmin tarixdən etibarən müəyyən mənada range içərisində oldu. Lakin 31 mart tarixində bir mənada fundda müəyyən mənada satış siqnalı yaranmış oldu. Çünki diqqət etsəniz, bazar 31 mart tarixində birinci dəstək səviyyəsini qırıb və bazar bir mənada onun altında bağlanıb və bu da nə qədər ki, İngilis funtu gün ərzində birinci müqavimət səviyyəsi olan 1.29-493 səviyyəsini, yəni bu səviyyəni qırıb onun üzərində bağlanmazsa, biz İngilis funtu və dollar indeksində 31 mart tarixindən etibarən yaranmış satış siqnalının davam edəcəyini və yaxud da düşən trendin davam edəcəyini proqnoz edə bilərik. Lakin bu həftə xüsusilə Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı məlumatlar müəyyən mənada bazarda dəyişikliyə səbəb ola bilər və yüksək volatilliyə səbəb ola bilər. Ona görə də hörmətli izləyicilər, xüsusilə İngilis funtu və dollar indeksi ilə ticarət edərkən bu məsələdə bu xəbərləri yaxından izləmək lazımdır. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Təbii ki, qızılda da 27 mart tarixindən etibarən başlayan, çünki həmin tarixdə diqqət etirsəniz birinci dəstək səviyyəsi qırılmışdı və bazar onun üzərində bağlamışdı. Həmin tarixdən etibarən başlayan alış trendi davam edir və qızılın qiymətində ümumiyyətlə Goldman Sachs bu il ərzində qızılın qiymətinin $3500 olacağını proqnoz edir. Ümumi olaraq isə, hörmətli izləyicilər, təbii ki, geosiyasi hadisələr, qlobal risklər və eyni zamanda Trumpın tarif siyasəti qızılı qiymətini yüksəldən əsas faktorlar arasındadır və eyni zamanda gün ərzində əgər qızılın qiyməti bu gün üçün birinci dəstək səviyyəsi olan $3093 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişinin davam edəcəyini proqnoz edə bilərik. Lakin diqqət etirsəniz 27 mart tarixindən başlayan yüksəliş trendi müəyyən mənada 1 aprel və bu gün içərisində müəyyən mənada korreksiya daxil ola bilər və yaxud da müəyyən bir konsolidasiya ola bilər və kiçik aşağı yönlü belə deyək korreksiya ola bilər. Lakin qızılda hələlik uzun vədəli satış etmək çox risklidir. Çünki qlobal trend ümumi fonda qızılda yüksələn, belə deyək, yüksələn trenddir. Və bundan dolayı, hörmətli izləyicilər, qızılla ticarət edərkən qızılda olan satışların, belə deyək, qısa müddətli olacağına xüsusi diqqət yetirməlisiniz. Hörmətli izləyicilər, bir digər maliyyətimiz neftdir. Brent markalı neft ümumiyyətlə 20 mart tarixində diqqət etirsəniz alış siqnalı yaranmışdı. Həmin günü birinci müqavimət səviyyəsinin qırılması ilə və həmin tarixdən neftin qiyməti 27 mart tarixinə qədər yüksələn trendə davam etmiş olur. Lakin 28 mart tarixində yenidən neftin qiyməti birinci dəstək səviyyəsinin qırılması ilə və həmin səviyyənin altına bağlanması ilə bir mənada neftə satış siqnalı yaranmış olur. Lakin, hörmətli izləyicilər, ümumiyyətlə son vaxtlar neft bazarında çox ciddi qeyri-müəyyənliklər və yüksək volatillik müşahidə edilir. Bunun əsas səbəbindən birisi Trumpın belə deyək siyasətidir. Belə ki, son olaraq Trump həm Venezueladan neft alan ölkələrə 25% belə deyək, tarif tətbiq edəcəyi ilə hədələmiş oldu. Bu da bir mənada neft bazarında qeyri-müəyyənlik yaratmış oldu. Bir digər önəmli faktor İran neftini belə deyək, daşıyan tankerlərə sanksiyaların tətbiq edilməsi və son olaraq isə, hörmətli izləyicilər, diqqət etirsəniz 31 martda olan yüksəlişin əsas səbəblərindən birisi bu idi. Trump açıqlama verir ki, əgər Rusiya Ukrayna ilə bağlı razılığa gəlməzsə, biz Rusiya neftinə ikinci dəfə tarif tətbiq ediləcəyini açıqladı və diqqət etirsəniz neftin qiymətinə kəskin bir yüksəlişə səbəb olmuş oldu. Çünki nə qədər ki Rusiya neftinin sanksiyalar tətbiq edilsə də, lakin qlobal bazarlarda müəyyən üsullarla Rusiya neftini belə deyək, bazara çıxara bilir dolayı vasitələrlə və bu da bir mənada neft bazarında kəskin belə deyək defisit yaratmır və müəyyən mənada qlobal neft bazarında hal-hazırda bolluq müşahidə olunur. Və bütün bundan dolayı da, hörmətli izləyicilər, təbii ki, bu sanksiyaların gücləndirilməsi
neft bazarında bir mənada defisitə, qlobal neft bazarında defisitə azalmaya səbəb ola bilər. Yəni neft təklifinin azalmasına səbəb ola bilər və bu da neftin qiymətini yuxarı yönlü dəstəkləyən faktorlar arasındadır. Bir digər önəmli faktor isə ümumi olaraq isə bu belə deyək həftə ərzində, yəni cümə axşamı günü OPEC ölkələri yenidən görüşəcəklər və OPEC görüşərkən may ayı üçün neftin belə deyək istehsalatına qoyulan məhdudiyyətin aradan qaldırılacağı ilə bağlı razılığa gəlməsi proqnoz edilir. Təbii ki, neftin istehsalına hər hansı neft istehsalına məhdudiyyətin azaldılması da ümumi fonda neft bazarında bolluğa səbəb ola bilər və bu da neftin qiymətinə bir mənada neqativ təsir edə bilər. Ümumi olaraq isə, hörmətli izləyicilər, yəni Trumpın əsas hədəflərindən birisi neftin qiymətini aşağı çəkməkdir. Lakin açıqlamaları ilə bir mənada neft qiymətini yuxarı yönlü dəstəkləmiş olur. Çünki qeyd etdiyimiz kimi İran neftini daşıyan tankerlərə sanksiya, Venezuelada neft alan ölkələrə belə deyək 25% tarif tətbiq edilməsi və eyni zamanda son olaraq da Rusiya neftinə yenidən tarif tətbiq edilməsi, bütün bunlar qeyd etdiyimiz kimi neftin qiymətini yuxarı belə deyək dəstəkləyən faktorlardır. Təbii neftin qiyməti ilə hələlik bağlı, hələlik konkret proqnoz vermək çox çətindir. Çünki qeyd etdiyimiz kimi açıqlamalar neft bazarına çox ciddi təsir edir. Lakin gün ərzində nə qədər ki neftin qiyməti bu gün üçün birinci dəstək səviyyəsi olan 74.13 səviyyəsinin altında bağlanmazsa, biz neftin qiymətində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Ümumiyyətlə, bir öncəki videomuzda qeyd etdiyimiz kimi S&P 500 indeksində düşüş trendi 20 fevraldan etibarən başlayan düşüş trendi bir mənada 14 martda başa çatdı və 14 martda yüksəliş trendi və yaxud da yuxarı yönlü korreksiya başlamış oldu. Təbii bunun bir çox analitik yüksəlişin davam edəcəyini proqnoz etdi. Lakin biz bir öncəki videomuzda da izah etmişdik. Əgər S&P 500 indeksi yüksəliş trendinə başlayacaqsa, ilk öncə eniş trendinin qırıldığı nöqtəni, yəni 5508 dollar səviyyəsini yenidən test etməlidir və ondan sonra yüksələcək. Bunu bir öncəki videolarımızda da izah etmişdik və diqqət etirsəniz, həqiqətən də elə oldu. S&P 500 indeksi, deməli, diqqət etirsəniz 31 mart tarixində bu səviyyəni test etmiş oldu. 5508 dollar, hətta 5494 dollar səviyyəsinə qədər hətta düşmüş oldu. Bu səviyyəni test etmiş oldu və ondan sonra yüksəlişə başlamış oldu. Ümumi fonda, hörmətli izləyicilər, S&P 500 indeksi 2025-ci ilin ilk rübündə 4.5% dəyər itirib. Təbii ki, bu indeksin dəyər itirməsinin əsas səbəblərindən birisi Trumpın tarif siyasəti və onun açıqlamalarında bazarda yaranmış qeyri-müəyyənliklərdir və eyni zamanda təbii ki, möhtəşəm yeddilik sayılan şirkətlərin, Nvidia-nın, Tesla-nın, Apple-ın və digər şirkətlərin səhmlərinin ucuzlaşması idi. Və bu da bir mənada bazarda satışları gücləndirən faktor idi. Lakin S&P 500 indeksinin yenidən, belə deyək, həmin o düşüşü korreksiya etməsinin, yuxarı yönlü korreksiya etməsinin əsas səbəblərindən birisi Trumpın vergiləri azaldacağı ilə bağlı gözləntilərdir. Hansı ki, vergiləri azaldacağı ilə bağlı proqnozlar irəli sürülür. Çünki vergilər azaldılarsa, bu bir mənada biznes şərtlərini daha da yaxşılaşdıra bilər və bu da bir mənada S&P 500 indeksində yüksəlişə səbəb ola bilər. Bir digər əsas faktor isə, hörmətli izləyicilər, bir çox investorlar bazarda gözləmə mövqeyindədir. Yəni, dibdən alma, belə deyək, qiymətin daha da ucuzlaşmasını gözlədir və aşağıda daha yaxşı qiymətdən, daha yaxşı, belə deyək, fürsətlərdən almağı, belə deyək, proqnoz edirlər və ondan dolayı da bir mənada S&P 500 indeksinin aşağı düşməsi yenidən alışları sürətləndirə bilər. Və uzun vədədə isə qeyd etdiyimiz kimi federal ehtiyatların faizi aşağı salacağı gözləntisi var və faizin aşağı salınması ilə bir mənada S&P 500 indeksində də yüksəlişin davam edəcəyi proqnoz edilir. Ondan dolayı, hörmətli izləyicilər, S&P 500 indeksi bir mənada qeyd etdiyimiz kimi eniş trendinin qırılma nöqtəsini test etdikdən sonra yenidən yüksəlişə başlayıb və bu yüksəlişin nə qədər davam edəcəyini demək hələlik tezdir. Çünki qeyd etdiyimiz kimi hər gün Trump yeni bir açıqlama verir, yeni bir bazarda qeyri-müəyyənlik yaranmış olur. Təbii ki, bu da bazara müsbət və ya neqativ təsir edə bilər. Lakin gün ərzində əgər S&P 500 indeksi bu gün üçün 5524 dollar səviyyəsində qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda isə qeyd etdiyimiz kimi uzun vədədə
federal ehtiyatların faizi aşağı salacağı gözlənilir və bu da səhəm bazarına bir mənada müsbət təsir edə bilər. Ondan dolayı hörmətli izləyicilər, təbii bazarda xüsusilə səhmlərlə ticarət edərkən qeyd etdiyimiz kimi bazara giriş nöqtələrini dəqiq təyin etməniz lazımdır. Çünki belə deyək, nə qədər ki aşağı və ya ucuz qiymətdən bazara daxil ola bilsəniz, təbii bu həm sizin riskinizi azaltmış olur, həm də mənfəətinizi artıran əsas faktor olmuş olur. Hörmətli izləyicilər, bu gün sizə çatdıracağımız məlumatlar bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.